James Cook, 18-ci əsrin ən məşhur İngilis dəniz səyyahı, kartoqrafdır. O, 1728-ci il oktyabrın 27-sində İngiltərədə sadə bir fermerin ailəsində anadan olmuşdur. Uşaqlığı kənddə keçən James, 7 yaşından atası ilə tarlada işləməyə başlamış, 13 yaşında isə oxumağı və yazmağı öyrənmişdir. 18 yaşında ticarət gəmilərində şagird kimi işə düzəlmiş, dənizi sevməyə başlamışdır. Cook, dənizçilik karyerasına gec başlamışdı. Əvvəlcə kömür daşıyan ticarət gəmilərində işləmiş, sonra isə 1755-ci ildə kral donanmasına könüllü qoşulmuşdur. 7 illik müharibə zamanı 1756-1763-cü illər kartoqraf kimi bacarığı ilə seçilmişdir. Müqəddəs Lavrenti çayı sahillərinin dəqiq xəritəsini çəkərək İngilislərə fransızların əlində olan Kvebekə hücum etməyə kömək etmişdir. Bu uğur ona kapitan rütbəsi qazandırmış və Admiraltey tərəfindən diqqət çəkmişdir. O, sadə dənizçi kimi başlayıb, donanmada yüksələn nadir şəxslərdən biri olmuşdur. 1762-ci ildə Elizabeth Batts ilə evlənmiş, 6 övladı dünyaya gəlmişdir. Lakin onların hamısı erkən vəfat etmişdir. James Cook'un ən böyük şöhrəti 3 böyük dünya səyahəti ilə bağlıdır. Birinci səyahət 1768-1771-ci illər Endeavour gəmisi ilə həyata keçirilmişdir. Rəsmi məqsəd Tahiti adasında Venera planetinin günəş qarşısından keçməsini müşahidə etmək idi. Lakin gizli tapşırıq Cənub qitəsi axtarmaqdan ibarət idi. Bu səyahət zamanı Cook, Yeni Zelandiyanı ilk dəfə Avropa xəritəsinə salmış, onun 2 adadan ibarət olduğunu sübut etmişdir. Sonra Avstraliyanın şərq sahillərini kəşf etmiş, böyük sədd rifinə toxunaraq gəmiyə ciddi zərər vurmuşdur. Gəmi demək olar ki, batmış, lakin Cook heyəti xilas etmişdir. İkinci səyahət 1772-1775-ci illər daha iddialı idi. Resolution və Adventure gəmiləri ilə Cənub okeanına üzən Cook, tarixdə ilk dəfə Cənub qütb dairəsini keçmişdir. O, böyük və məhsuldar Cənub qitəsi mifini rəsmən təksib etmişdir. Səyahət zamanı Sakit Okeanda çoxlu adaları öyrənmiş, dənizçilərin sağlamlığına xüsusi diqqət yetirmişdir. Cook, skorbuta qarşı mübarizədə pioner idi. Heyətə təzə tərəvəz, kələm turşusu və limon şirəsi verirdi. Nəticədə uzun səyahətlərdə demək olar ki, heç kim skorbutdan ölməmişdir. Bu yenilik Kral Cəmiyyəti tərəfindən Copley qızıl medalı ilə qiymətləndirilmişdir. Üçüncü səyahət şimal-qərb keçidini axtarmaq məqsədi daşıyırdı. Cook, Havay adalarını kəşf etmiş, Şimali Amerikanın qərb sahillərini xəritəyə salmış, Bering boğazından keçmişdir. Lakin buzlar irəliləməyə mane olmuşdur. Qış üçün havaya qayıdan zaman yerli sakinlərlə münaqişə yaranmış və 1779-cu il fevralın 14-də Kealakekua körfəzində Cook yerlilər tərəfindən öldürülmüşdür. Səyahət davam etmiş və gəmilər 1980-ci ildə İngiltərəyə qayıtmışdır. Cook'un ən böyük töhfəsi dəqiq kartoqrafiya idi. O, Sakit Okeanın böyük hissəsini Yeni Zelandiya, Avstraliya, Havay və digər adaları xəritəyə salmışdır. Onun xəritələri o qədər dəqiq idi ki, 10 illiklər sonra da istifadə olunmuşdur. Cook bütün materiklərə Antarktidadan başqa ayaq basan ilk insan hesab olunur. O, elmə və naviqasiyaya böyük töhfə vermiş, dənizçilərin həyat şəraitini yaxşılaşdırmışdır. James Cook'un həyatı macəra, elm və cəsarət nümunəsidir. Onun səyahətləri dünyanın coğrafi anlayışını dəyişmiş, Sakit Okeanı Avropa üçün açmışdır. Bugün də onun adı kəşf və dəqiqliyin simvoludur. Kanala abunə olmağı və videoya rəy yazmağı unutmayın. Dəstəyiniz bizim üçün çox önəmlidir.